Qoç. Bugün iş həyatında məsuliyyətləriniz artacaq və diqqətli olmanız vacibdir. Maddi məsələlərdə ani qərarlar verməkdən çəkinin. Gəlir-gidir balansını yenidən gözdən keçirmək üçün uyğun gündür. İş yerində rəhbərliklə vacib müzakirələr baş tuta bilər. Səbirli olsanız, bu danışıq gələcək qazancınıza müsbət təsir edəcək. Yeni layihə təklifləri gündəmə gələ bilər. Pul qazanmaq üçün əlavə imkanlar axtarmağınız faydalı olacaq. Riskli investisiyalardan uzaq durun. Keçmiş borcları qaytarmaq üçün münasib vaxtdır. İş yoldaşları ilə maliyyə mövzusunda fikir ayrılığı yaşana bilər. Planlı hərəkət etsəniz, problemlər böyüməz. Karyera ilə bağlı yeni istiqamət haqqında düşünə bilərsiniz. Rəsmi sənədlərdə diqqətli olun. Günün ikinci yarısında maddi rahatlıq hissi arta bilər. Qazancınızın bir hissəsini yığmağa başlamaq düzgün olar. Tələskənlik maddi itkilərə səbəb ola bilər. Buğa. Bugün maliyyə mövzuları həyatınızın mərkəzində olacaq. Gəlirinizlə bağlı yeni planlar qurmaq üçün ideal gündür. İş yerində zəhmətinizin qarşılığı görülməyə başlayacaq. Uzun müddətdir gözlədiyiniz ödəniş gələ bilər. Pul xərcləyərkən prioritetləri düzgün seçin. Lazımsız alış-verişdən uzaq durmaq məsləhətdir. Karyera baxımından sabitlik ön plandadır. Yeni iş təklifi alma ehtimalınız var, maliyyə riskləri minimum səviyyədə saxlanmalıdır. İş yoldaşlarından biri ilə pul mövzusunda açıq danışıq faydalı olacaq. Büdcə planlaması sizə rahatlıq verəcək. Gələcək investisiyalar üçün araşdırma aparmaq olar. Qazancınızı artırmaq üçün əlavə bacarıqlarınızı istifadə edin. Səbirli yanaşma sizi uğura aparacaq. İş həyatında etibarınız artacaq. Maddi məsələlərdə ailə dəstəyini hiss edə bilərsiniz. Uzun müddətli planlar bugün daha aydın görünür. Pul enerjiniz stabil qalacaq. Əkizlər. Bugün iş və pul mövzuları sizi ciddi şəkildə düşündürəcək. Bir neçə gəlir mənbəyini eyni anda idarə etməli ola bilərsiniz. Maddi məsələlərdə qarışıqlıq yaranmaması üçün hər şeyi yazılı planlaşdırın. İş yerində yeni məsuliyyətlər verilə bilər. Bu, gələcəkdə maaş artımına səbəb ola bilər. Pul qazanmaq üçün ünsiyyət bacarıqlarınız ön plana çıxacaq. Ticarət və satışla məşğul olan əkizlər üçün uğurlu gündür. Xərcləri nəzarətdə saxlamaq vacibdir. Gözlənilməz ödəniş çıxa bilər. Riskli maliyyə qərarlarından uzaq durun. İş yoldaşları ilə maliyyə paylaşımı mövzusunda ehtiyatlı olun. Yeni müqavilələr diqqətlə oxunmalıdır. Qısa müddətli qazanc uzun müddətli itkiyə çevrilməsin. Gələcək planlar üçün məsləhət almaq faydalıdır. Karyera yönündə dəyişiklik fikri yarana bilər. Bu dəyişiklik maddi baxımdan müsbət ola bilər. Günün ikinci yarısı daha rahat keçəcək. Pul enerjiniz dalğalıdır. Xərçəng. Bugün maliyyə təhlükəsizliyi sizin üçün əsas mövzudur. Pulunuzu qorumaq və düzgün idarə etmək istəyəcəksiniz. İş yerində stabillik sizi rahatladacaq. Gəliriniz az-az, amma davamlı şəkildə arta bilər. Ailə ilə bağlı maddi məsuliyyətlər gündəmə gələ bilər. Büdcə planlaması vacib rol oynayacaq. Yeni iş təklifi ailə həyatınıza təsir edə bilər. Risk etmədən qazanc əldə etmək mümkündür. Köhnə investisiyalar nəticə verə bilər. İş yoldaşları ilə münasibətlər maddi məsələlərə təsir edəcək. Borcları nizamlamaq üçün uyğun gündür. Karyera hədəflərinizi yenidən nəzərdən keçirin. Pul xərcləyərkən emosiyalara uymayın. Gələcək üçün yığım etmək faydalı olacaq. İşlə bağlı təzyiq artsa da nəticəsi müsbətdir. Rəhbərlik sizin sədaqətinizi qiymətləndirəcək. Maliyyə məsələlərində gizli planlar qurmamaq daha yaxşıdır. Açıq və dürüst olun. Şir. Bugün iş həyatında ön planda olacaqsınız. Maddi məsələlərdə liderlik etməli ola bilərsiniz. Yeni layihələr sizə əlavə qazanc gətirə bilər. Pul qazanmaq üçün risk almaq istəyi arta bilər. Ancaq hər riski hesablayaraq atın. İş yerində nüfuzunuz yüksəlir. Bu, gələcək maaş artımının göstəricisidir.
Xərcləri nəzarətdə saxlamaq vacibdir. Status üçün artıq pul xərcləməyin. Karyera ilə bağlı mühüm qərar gündəmə gələ bilər. Maliyyə məsələlərində tək başına qərar vermək istəyə bilərsiniz. Amma məsləhət almaq faydalıdır. Gəliriniz artdıqca məsuliyyət də artacaq. İş yoldaşları sizdən nümunə götürəcək. Yeni müqavilələr diqqətlə incələnməlidir. Pul enerjiniz güclüdür, amma idarə tələb edir. Günün ikinci yarısı daha məhsuldar olacaq. Borc mövzusunda ehtiyatlı olun. Qazancınızı düzgün istiqamətləndirin. Axşam saatlarında işlə bağlı sevindirici xəbər ala bilərsiniz. Qız. Bugün maliyyə planlaması üçün ideal gündür. Detallara diqqətiniz sizə pul qazandıracaq. İş yerində səhvləri düzəltmək məsuliyyəti sizə düşə bilər. Bu, rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Gəliriniz sabit, amma etibarlıdır. Xərcləri analiz etmək üçün uyğun vaxtdır. Lazımsız xərcləri azaltmaq mümkündür. Yeni iş təklifi dəqiqlik tələb edəcək. Müqavilə və sənədləri diqqətlə oxuyun. Maliyyə riskləri minimum səviyyədə saxlanmalıdır. İş yoldaşları ilə pul mövzusunda açıq olun. Karyera yüksəlişi yavaş, amma davamlıdır. Qısa yoldan qazanc axtarmayın. Əmək və zəhmət nəticə verəcək. Gələcək üçün maliyyə strategiyası qurmaq faydalıdır. Borcları planlı şəkildə ödəmək mümkündür. Günün ikinci yarısında iş yükü arta bilər. Amma bunun qarşılığı olacaq. Pul enerjiniz stabildir. Tərəzi. Bugün maliyyə balansını qorumaq əsas məqsədiniz olacaq. Gəlir və xərclər arasında tarazlıq yaratmaq istəyəcəksiniz. İş yerində əməkdaşlıq maddi qazanc gətirə bilər. Birgə layihələr uğurlu ola bilər. Pul mövzusunda qərarsızlıq yaşaya bilərsiniz. Tələsmədən düşünmək vacibdir. Karyera ilə bağlı iki seçim arasında qala bilərsiniz. Daha stabil olan yolu seçmək məsləhətdir. Xərcləri estetik zövqə görə artırmayın. Gözəllik üçün edilən xərclər çox ola bilər. İş yoldaşları ilə münasibətlər qazanca təsir edəcək. Diplomatik davranış sizə üstünlük qazandıracaq. Yeni müqavilələr maddi baxımdan sərfəli ola bilər. Borc mövzusunda açıq danışmaq lazımdır. Gələcək üçün yığım planı qurun. Pul enerjiniz dalğalıdır. Amma balansı qorumaq sizin gücünüzdədir. Günün ikinci yarısı daha rahat keçəcək. İşlə bağlı müsbət xəbər ala bilərsiniz. Axşam saatlarında maliyyə rahatlığı hiss olunacaq. Əqrəb. Bugün pul və iş mövzuları dərin düşüncələr yaradacaq. Maddi məsələlərdə gizli planlar qura bilərsiniz. İş yerində strateji qərarlar ön plandadır. Gəlirinizi artırmaq üçün yeni yol tapa bilərsiniz. Riskli investisiyalar cəlbedici görünə bilər. Amma hər detalı araşdırın. Köhnə borc və ya maliyyə məsələsi yenidən gündəmə gələ bilər. Onu həll etmək üçün uyğun gündür. İş yoldaşları ilə güc mübarizəsi yaşana bilər. Sakit və ağıllı davranın. Karyera ilə bağlı dönüş nöqtəsi ola bilər. Maddi baxımdan güclənmək mümkündür. Pul xərcləyərkən emosiyalara qapılmayın. Gələcək planlarınızı gizli saxlayın. Əməkdaşlıq sizə uzun müddətli qazanc verə bilər. Günün ikinci yarısı daha məhsuldar olacaq. Pul enerjiniz güclüdür. Amma nəzarət tələb edir. İşlə bağlı mühüm xəbər ala bilərsiniz. Axşam saatlarında maddi rahatlıq hissi yaranacaq. Ox atan. Bugün iş və maliyyə mövzularında yeni üfüqlər açılır. Gəlirinizi artırmaq üçün yeni ideyalar yaranacaq. Xaric və ya onlayn iş imkanları gündəmə gələ bilər. Risk almaq istəyi artsa da ölçülü davranın. Xərcləriniz səyahət və inkişaf yönümlü ola bilər. Büdcəni aşmamaq vacibdir. İş yerində azadlıq ehtiyacınız arta bilər. Karyera dəyişimi haqqında düşünə bilərsiniz. Bu dəyişiklik gələcəkdə maddi artım gətirə bilər. Yeni müqavilələr diqqətlə dəyərləndirilməlidir. Pul qazanmaq üçün biliklərinizi paylaşın.
Təlim, kurs və ya məsləhət gəlir gətirə bilər. Borcları ertələmək əvəzinə həll edin. Maliyyə məsələlərində optimist olun, amma real qalın. Günün ikinci yarısı daha aktiv keçəcək. İşlə bağlı sevindirici xəbər ala bilərsiniz. Pul enerjiniz yüksəlir. Amma plansızlıq zərər verə bilər. Axşam saatlarında rahatlıq hiss edəcəksiniz. Oğlaq. Bugün karyera və pul mövzuları əsas prioritetinizdir. İş həyatında ciddi qərarlar verməli ola bilərsiniz. Zəhmətinizin qarşılığını almağa yaxınlaşırsınız. Maddi baxımdan güclənmək üçün yaxşı gündür. Uzun müddətli planlar qurmaq faydalıdır. Xərcləri minimuma endirmək istəyəcəksiniz. İş yerində məsuliyyətiniz arta bilər. Bu, gələcəkdə maaş artımına səbəb olacaq. Maliyyə risklərini diqqətlə analiz edin. Köhnə investisiyalar nəticə verə bilər. Rəhbərliklə ciddi söhbət gündəmə gələ bilər. Sakit və peşəkar davranın. Pul mövzusunda ailə məsləhəti faydalı ola bilər. Borcları planlı şəkildə ödəmək mümkündür. Gələcək üçün maliyyə sabitliyi qurulur. Günün ikinci yarısı daha rahat keçəcək. İşlə bağlı müsbət xəbər ala bilərsiniz. Pul enerjiniz güclüdür. Amma hər şey zəhmət hesabınadır. Axşam saatlarında rahatlıq hiss edəcəksiniz. Dolça. Bugün maliyyə mövzularında fərqli yanaşma sərgiləyəcəksiniz. Qeyri-adi ideyalar pul gətirə bilər. Texnologiya və onlayn sahələrdə qazanc mümkündür. İş yerində yenilik təklifləriniz diqqət çəkəcək. Maddi risklər sizi cəlb edə bilər. Amma ölçülü davranmaq vacibdir. Gəlirinizi artırmaq üçün yeni üsullar sınaya bilərsiniz. Xərcləri nəzarətdə saxlamaq çətin ola bilər. Büdcə planı hazırlamaq faydalıdır. İş yoldaşları ilə maliyyə mövzusunda açıq danışın. Karyera istiqamətində dəyişiklik ehtimalı var, bu dəyişiklik gələcəkdə maddi artım gətirə bilər. Köhnə borcları bağlamaq üçün uyğun gündür. Pul xərcləyərkən ani qərarlardan qaçın. Gələcək üçün innovativ planlar qurun. Günün ikinci yarısı daha məhsuldar olacaq. Pul enerjiniz dalğalıdır. Amma idarə mümkündür. İşlə bağlı maraqlı xəbər ala bilərsiniz. Axşam saatlarında rahatlıq hiss edəcəksiniz. Balıqlar. Bugün maliyyə məsələlərində intuisiya ön plandadır. Daxili hissləriniz sizi düzgün istiqamətə yönəldə bilər. İş yerində sakit, amma məhsuldar gün olacaq. Gəlirinizlə bağlı yeni imkanlar yarana bilər. Pul qazanmaq üçün yaradıcı bacarıqlarınızı istifadə edin. Riskli maliyyə qərarlarından uzaq durun. Xərcləri emosiyalara görə artırmayın. Büdcə planlaması sizə rahatlıq verəcək. İş yoldaşları ilə anlayışlı münasibətlər qurun. Bu, gələcək qazanca təsir edəcək. Karyera ilə bağlı xəyallarınızı real planlara çevirin. Kiçik addımlar böyük nəticə verə bilər. Borcları tədricən ödəmək mümkündür. Maliyyə məsələlərində gizli söz söhbətlərdən uzaq durun. Günün ikinci yarısı daha rahat keçəcək. Pul enerjiniz sakit, amma stabildir. İşlə bağlı müsbət xəbər ala bilərsiniz. Gələcək üçün yığım etməyə başlamaq faydalıdır. Axşam saatlarında daxili rahatlıq hiss edəcəksiniz.